Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. Getdik. Ora. Masa arxasına. Salam. Masa arxasına xoş gəldiniz. Sizinlə yəni mən, şef Rüstəm Namazlı Mən şef Elnur Eyvazov və bugünkü qonağımız menecer Fərid Bağırovdur. Fərid, xoş gəlmisən. Xoş gördük. İstəyər izləyicimizə bir özünü təqdim edəsən. Mən Fərid Bağırzadə, illərdir bu sahədə çalışıram. Hal-hazırda menecer vəzifəsini yerinə yetirirəm. Belə deyim, bu vəzifəyə gələnə qədər bu restoran sferasının hər bir nöqtəsindən keçmişəm və bu günlərə gəlib çatmışıq. Məncə hər bir şeyin aşağısından başlamaq yaxşı olar ki, yuxarıya qədər qalxıb çıxmaq. Hər bir pillədə çalışmaq. Əlbəttə ki, məlumatımız olsun. Fərid, servis hardan başlayır? Ya servis servis deyəndə nə başa düşürük? Qarsonun masa elədiyi servis yoxsa ümumi? Xeyr, mənə görə servis ümumiyyətcə qonağın restorana daxil olarkən ilk öncə qarşılanmasından başlayır. Qarşılanmasından, əyləşdirilməsindən, menyunun təqdim olunmasından və hətta restoranda oxunan musiqi belə qonaq üçün servis sayılır. Onun ruhunu oxşamalıdır, onu yormamalıdır, onu belə deyim, yəni hər dəqiqəsini xoş keçirtməyə kömək eləməlidir. Çünki qonaq əgər restorana gəlirsə, o bir lüks yaşamaq üçün gəlir və məncə biz onu layiqincə yerinə yetirməliyik. Hər belə deyim, vəzifəsindən asılı olmayaraq, kimliyindən asılı olmayaraq hər bir kəs. Qarşılayan hostes, qulluq eləyən masadar və sonralarda da kimlə əgər ünsiyyət quracaqsa həmin şəxslər. Bir də masadar dedin. Qarson yoxsa masadar? Bu Azərbaycan son günlərin dilində bir gündəmidir. Azərbaycan dilində və kitab dilində masadar, amma mən qarson deməyi daha üstün tutaram. Məncə kitab dilində masadar. Çünki masadar bir dənə bura bax. Yox, Biraz təbii ki. Azərbaycanda öyrəşilmiş Zaten bir. belə deyim, qarson bura bax deyərkən də məncə xoş çıxmır. Təbii ki. İndi mən Bura baxarsınız, bizə kömək göstərərsiniz və yaxud da adı ilə daha səslənsələr daha yaxşı olar. Çünki mən bildiyim qədərilə bütün restoranlarda bütün qarsonların, bütün masadarların name tagləri, isimlikləri olur. Hər birinin üzərində adları yazılır. Elə müraciət etsələr məncə daha yaxşı və daha səmimi bir ünsiyyət qurmaq olar. Sizcə bir restoran ruhu harda gizlənir? Yeməyində, komandasında, yoxsa xidmətində? Təbii ki, bir restoranın ruhu belə deyim, teamwork, yəni komanda işində gizlənir. Bayaq qeyd etdiyim kimi, necə ki servis qarşılamaqdan başlayırsa, ruh da həmin andan başlayır. Yəni qonaq əgər restorana daxil olursa, o ruhu hiss etməlidir. Ki mən bu gün gəlmişəm, ailəmi və yaxud da tək başımı sakitləşdirməyə, bir stəkan kofe içməyə və yaxud da yemək yeməyə ehtiyacım var. Bütün restoran ona xidmət eləməlidir. Bu da komanda işindən irəli gəlir. Hər hansısa bir boşluq o qonağın gününü məncə belə deyim də zay eləyə bilər. O da bizə heç yaxşı olmaz. yaxşı. Mətbəx naravız necədir ümumiyyətlə? Çünki bizdə sizdən öncə bir qonağımız var. Ona bir sual vermişdik. Bunu hətta mən fikirləşirəm ki, hər bir menecerə sual vermək lazım. Yəni zalda işləyən insanlara sual vermək lazım. Zalla mətbəx arasında bu baş verən problemlər bu işin təməli belə qurulub Azərbaycanda yoxsa daha mən işləmişəm, daha mehriban yola getdiyim insanlar olub. Amma təməldə baxırsan ki, hər dəfə bir qırğın, bir müsibət var. Baxın belə deyim, bizim hər birimizin bir məqsədi var. Yəni bir yerə bir amal uğrunda çalışmalıyıq ki, restoranımıza gələn qonaqlarımızı xoş və belə deyim, daha da gününü xoşlaşdırılmış şəkildə yola salmaq. Bunun üçün də mətbəx, zal, bunu ayırd etmədən biz bunun üçün çalışmalıyıq. Bunu da əslində belə deyimsə, qaydasına qoymaq üçün bəzi vəzifəli şəxslər var. Onlar bu uyğunluğu sağlamalıdırlar. Yəni uyğunluğu tutmalıdırlar ki, mətbəx zaldan, zal mətbəxdən şikayət olmasın. Çünki bu cür olduğu halda birbaşa olaraq bizim işimizə problem yaradır. İşimizə problem yaratdığı şəkildə biz qonağı xoş yola sala bilmirik. Bu da təbii ki, hər bir halda bizə ziyandır. Həm restoranımıza ziyandır, həm həmin loqo altında çalışan şəxslərə ziyandır. Yəni danışanda məsələn demirlər ki, məsələn arxa planda işləyən insanları qonaq tanımır. Deyir filan restorana getmişdim, filan şey bərbad idi. Ona görə də bu məncə belə deyim ki, bir neçə nəfərin öhdəsinə düşən bir şeydir. Həm mətbəx şefi, həm zal meneceri bu mehribançılığı yaratmalıdır.
Gecikmə olan nə tədbir görürsünüz? Məsəl üçün mətbəxin pik saatları var da. İndi biz zaldan məlumatda olmuruq. Zalda eyni zamanda mətbəxdən məlumatda olmur. Amma bir pik saat var. Həmin anda çıxan çeklər çox olur. Bir bölümə yüklənmə çox olur. Misal soyuq bölüm, isti bölüm. Yəni yüklənmə olur və orada artıq qonağın bir dəqiqə gözləmə müddəti var. Hər bir qonağın özünün 15 dəqiqə, 20 dəqiqə sifariş versə və gözləyir ki, 15-20 dəqiqəsində yemək gələcək. Amma gecikmə baş verir, siz mətbəxlə əlaqə saxlayırsınız, prosedur uzanır. Bəli. Nə tədbir görürsünüz? Onda nə tədbir görmək olar ki, qonaq həqiqətən də razı getsin? Qonağa maksimum dərəcədə elə səmimiyyət yaratmaq lazımdır ki, qonaq aclığını unutsun və hal-hazırda yaşadığı istirahətin dadını çıxartsın. Yəni bu tərz yaxınlaşsaq, gülər üzünə yaxınlaşsaq və yaxud da yeməyi hazır olana qədər kiçik bir toxunuşlarla, kiçik bir ikramlarla qonağı belə deyim, razı sala bilərik məncə. Həqiqətən də qonaq görər ki, başa düşürlər, görürlər ki, məsələn, səhvdir, nəsə gecikən, nəsə bir şey var. Ona görə onu görürlər və bilirlər, xəbərdardılar. Buna görə də qarşısını almağa çalışırlar. Ola bilər ki, bu hər bir halda baş verir. Bəzən bizi vaxtları olmasa belə bu gecikmələr baş verir. Müəyyən səbəblərə görə olur. Və yəni hər hansısa bir sistem xətası ola bilər, başqa nəsə. Bunlar olduğu halda yenə də deyirəm, çox şey menecerin və yaxud da menecer köməkçilərinin üzərinə düşür ki, qonaqla o xoş ünsiyyəti yaratsınlar və o aradakı sıxıntını aradan qaldırsınlar. Və bayaq dediyim o soyuq savaşına başladığı yerə də bura olur çox zaman. Əlbəttə. Çünki siz orada gözləyirsiniz, biz burada işləyirik, qırğın qiyamət, amma TikTokda qonağı biz razı salmağa çalışırıq. Əlbəttə ki. Yəni hər şeyə mənə görə bir dili var. İnsanların danışıq qabiliyyəti, yəni yola getməyin əsas nüansı dildir. Əgər dili şirin olsa, inanın ki, bütün qonaqları razı sala bilərik. Bir-birimizdən də çox qəşəng yola gedə bilərik. Bəli, buna görə də bizə professional heyətə ehtiyac var. Burada yenə də deyirəm, məsələn, masaya yaxınlaşana qədər hər hansısa bir menecer və ya supervisor onunla məşğul olan, həmin qonaqla məşğul olan masadar deyək, masadar belə onu o qədər gülərüz yola salmalıdır ki, onunla o qədər gülərüz, mehriban danışmalıdır ki, o başa düşsün ki, burada hər şey nəzarət altındadır, amma aşağıda işləyənlər də robot deyil. Yəni insan faktoru var. İnsan faktoru var ortada. Ona görə də yəni bunu xoş qarşılayıb sadəcə bir neçə dəqiqə gözləyib, yəni öz keyfini də pozmadan məncə yeməyini yeyib restorandan daha xoş ayrıla bilər. Fərid bəy, mən çox səssiz qaldım. İstəyirəm sizə bir sual verim. Buyurun, əlbəttə ki. Qonaq yoxsa müştəri? Əlbəttə ki, qonaq. Niyə qonaq? Çünki belə deyim, ola bilər gəlir, pul verir, ola bilər gəlir, pul verir, istirahət eləyir. Amma biz ona müştəri kimi baxsaq, sadəcə yeməyini qabağına gətirib qoyarıq və heç bir gülərüz göstərmərik. Və yaxud da pulunu verdi, yeməyini yedinə çıxdı, getdi kimi yaxınlaşarıq. O da məncə bizə bir də qayıtmaz. Çünki hər yerdə yemək verirlər. Ona görə biz evimizə gələn qonaq kimi o həmin şəxsə yaxınlaşmalıyıq ki, necə ki istəyirsən evə gələn qonağı elə qarşılayasan ki, yenə də gəlsin. Məncə o cür həmçində elə yaxınlaşmalıyıq. Ona görə də məncə qonaq. O zaman özünə xidmət yerlərində müştəridir, amma restoranlarda qonaqdır. Məncə hə. Fərid bəy, mətbəx personalı zalın təzyiqini hiss edir, yoxsa onlara maraqlandırmır? Maraqlandırmır deməyək. Çünki onları belə deyim də belə sol altında saxlamış olaraq maraqlandırmır deməyək. Mənə elə gəlir ki, hər bir kəs öz işlədiyi yerin bütün problemləri ilə maraqlıdır. Sadəcə olaraq həmin təzyiqi hiss etmirlər. Çünki həmin təzyiqi qonaqdan, məsələn, ac bir qonağın nə dərəcədə təzyiq göstərə biləcəyini dəfələrlə görmüşəm. Həmin təzyiqi ilk öncə masadar qəbul eləyir. Sonra biz ötürür və biz də yaxınlaşdıqdan sonra maksimum dərəcədə həmin təzyiqi aşağı düşürtməyə çalışırıq. Amma eyni təzyiqi aşağı biz göstərməməyə çalışırıq. Çünki Amma bir problem var da, üzr istəyirəm. Masadar sizə yaxınlaşmadan özü mətbəxə yaxınlaşır. Yəni bu da çox böyük bir problem yaradır da. Əlbəttə ki. Ona görə də hər şey idarə etmənin, hər şey zəncirvari qurulmadan asılıdır. Bu bəlli bir qadağalar və bəlli bir qaydalar var ki, bütün restoranda gecikən adi bir stəkan suyun belə məlumatı menecerdə, administratorda, supervisorda, yəni hansı restoranda kim vəzifədədirsə, onlara bildirilməlidir. Və həmin şəxs də çox tez bunu aradan qaldırmağa çalışmalıdır. Ola bilər ki, yenə də deyirəm, elə bir şey ola bilər ki, sistem xətası ola bilər.
məsələn olur da çek çıxmamaq söhbəti var. Bu bəlli bir söhbətdir. O ola bilər. Məsələn, ona görə də qarsonun, masadarın professionallığı həmin vaxtda maraqlıdır bizə. Çünki 10-cu dəqiqədə, 12-ci dəqiqədə artıq yeməyinlə maraqlanmalıdır. Həmin öz üstündəki şəxslərə o təzyiqi göstərməlidir ki, görməlisən ki, o adam həqiqətən də qonağından maraqlıdır ki, yeməyim harda qaldı və biz məsələn düşürük aşağı, filan masanın filan yeməyi gəlməyib. Baxırlar ki, bəs çek yoxdur. Alternativ şəkildə o yəni o yemək hazırlamağa başlanmalıdır. Yoxsa çek harda qaldı, kim vurub, kim vurmayıb o sifarişi, o sonradan məsələlərdir. Eynən. Yəni o həll olunmalıdır. Ona görə də heç vaxt masadarın mən aşağıya düşüb birbaşa olaraq mətbəx şefi ilə, su şeflə və yaxud da digər aşpaz şəxslərlə kontaktda olmağını heç vaxt sevmirəm. Bu mənim şəxsi fikrimdir. Mənə elə gəlir ki, həqiqətən də bu belə olmalıdır. Belə bir şey deyim də, siz danışdığınız əslində olması lazım olan bir sistem. Amma Azərbaycanda isə bu sistem həqiqətən işləyir. Misal üçün də qarson yaxınlaşır mətbəxə. Qarson maksimum belə deyək də vəziyyəti düzəltmək adına yaxınlaşır. Çünki deyəcək menecer o yemək qalacaq kiminsə adında, kiminsə adında bağlanacaq. Yəni maksimum vəziyyəti düzəldib tez bazar həll tapmağa çalışır. Amma bizdə bir balaca ki, biz tam sahə onsuz inkişaf eləməyib. Təbii ki. İnkişaf eləmədiyi üçün də biz bu problemləri yaşayırıq. Misal üçün aşpaz yeməyi bişirdi, yandırdı. O yeməyi qorxur şef görəcək bir problem. Bir təhər orasını burasını düzəldir, masaya göndərir, masada bir qloballaşır problem. Yemək bağlanır kiminsə adına. Sizcə bu restoran sahəsinin inkişaf etmiş bir restorandan söhbət edirəm də, yəni bir variantı, alternativası olmalı ki, misal üçün bu restorandır. Günə bir mətbəxdə 100-dən yuxarı yemək məhsul hazırlanır. Amma və lakin iş etabında, iş zamanı masaya bir yemək getdi. İnsan faktorda bayaq dediyimiz kimi yeməkdə bir problem var. Bu işçinin adına bağlanmalıdır, yoxsa restoranın özünün bunun üçün bir belə deyək sistem olmalıdır. Yəni nəzərə alınma deyək də biz buna. Belə deyim də sizə, baxır yeməkdə yaranan problemə. Məsələn, ola bilər bu şəxs gəlib işə hal-hazırda günü o gün deyil. Hər hansısa bir problemi var. Düzdür, bu professionallıq onu tələb edir ki, sən onu qapıdan kənarda qoymalısan və içəriyə də o şəkildə daxil olmalısan. Amma ola bilər də insan faktorudur, yenə də qeyd etdiyimiz kimi. Problemlərlə işə gələrsən, məsələn, aşpaz yeməyi atar tavaya, yadından çıxar, gedər başqa iş görər, görər ki, yanıb və bu məsələn qonağın yeməyi gecikər. Buna görə də məncə belə deyim, üst pillələrdə olan şəxslər həmin şəxslərlə elə bir əlaqə qurmalıdırlar ki, tam bir ailə şəklində olmalıdır. Hər hansısa bir problemi yəni yerindəcə həll edə biləcək məlumat ötürməlidir ki, bu belə olur. Ondan sonrakı haldasa, məsələn, yemək kiminsə adına bağlanacaq məsələsi isə yenə dedim, bəzi faktorlar var. Hansı ki, yemək hazırlanıb, məsələn, belə deyək, qalxır yuxarıya, yeməyi normal şəkildə servis eləyib, şef və yaxud da su şef göndərib yuxarıya, üzərində xırda bir nəsə var. Tük ən böyük problem. Ən böyük problemdir. Restoranda həmin yemək, belə deyim, qonağın qarşısına çatana qədər bir aşpazın əlindən keçir, bir servisin, sonra gəlir masadarın köməkçisi, sonra masadar və qonağın qarşısına servis olunur. Həmin anda qonaqdan da məsələn kiçik bir tük, kiprik tükü, nəsə belə bir şey də düşə bilər. Havadan düşə bilər, yəni hər şey. Havalandırmalar var, bütün restoranlarda aktiv şəkildə işləyirlər. Buradan da nəsə düşə bilər. Ona görə məncə maksimum dərəcədə bu elə olmalıdır ki, işçini işdən küstürməyək. Yəni maksimum dərəcədə çalışaq onu belə deyim də gündə 100 dənə yemək çıxan restoranda təbii ki o müəyyən həmin yeməyin hazırlanma miqdarı böyük də bir summa deyil. Ona görə onların mən məsələn məncə işçinin adına bağlamaq nə dərəcəsə düzgün deyil, amma bunlar təbii ki bizim istəyimizlə olan şeylər deyil. İnkişaf etmək lazımdır. Bəli, bu barədə inkişaf etmək lazımdır. Hələ ki Azərbaycanda inkişaf üçün də əslində hal-hazırda çox geniş şeylər var hal-hazırda. Yəni bu işin təhsilini almaq istəyənlər istəsə ala bilər. İstər aşpazlıq, istər menecerlik fərq etmir. Turizm sahəsi həqiqətən Azərbaycanda artıq inkişaf eləməyə başlayıb. Məncə hər bir şəxs işlədiyi sahədə biraz təhsilli olsa daha yaxşı olar. Bir masadarı, misal üçün də aşpazları yetişdirən qurumlar var, peşə məktəbləri var, xaricdə oxuyan aşpazlar var.
Masadar yetişdirən bir qurum var. Bəli, Sırf hal-hazırda təlim keçilsin, öyrədilsin, standart, normal. baxın, mən özüm şəxsən turizm sahəsində EAŞ üzrə mütəxəssis təhsil almışam. Bu sahədə öyrənməyə masadarlıqdan başlayırsan. Masadarlığı belə ilk növbədə öyrədirlər. İngilis servisi, Amerikan servisi və yaxud da bistro servis, tez bazar servisi dediyimiz hər bir detalı öyrədirlər. Sadəcə bundan maraqlı olmaq lazımdır. Reallıqdan və faktdan danışaq ki, dünya ölkələrində masadar çox hörmətli bir işdir. Bəli. Çünki onlar çox təmiz olmalıdırlar, çox səliqəli olmalıdırlar, çox səlis nitqə sahib olmalıdırlar. Amma Azərbaycanda bunu dırnaqarası iş kimi. Yəni işdən çıxdım, gedim 5 gün orada vaxtımı keçirdim, cibim boş qalmasın, sonra gedim öz işimlə məşğul olum. Deyə çoxu dəyərləndirir deyə hal-hazırda inkişafımız çox zəifdir. Amma bu barədə təhsil verən qurumlar var. Maraqlanmaq istəyən, təhsil almaq istəyənlər, yəni bu barədə peşə məktəbləri hal-hazırda məncə Səncə Azərbaycan gəncliyi ilə masadarlıq maraqlıdır? Yox, təbii ki, yox. Yəni biz üzr istəyirəm, sözünüzü kəsirəm. Bizdə məsələn aşpazlıq bir sənətdir. Əlbəttə. Məsələn, barmenlik bir sənətdir. Menecerlik belə deyək də, masadarın gələ biləcəyi bir pillə var əslində. Məsələn, supervisor, menecer, hətta direktor inkişaf etdirərsə özünü, hətta sahibkar belə ola bilər. Çünki bu işin başı masadarlıqdır, bayaq siz dediyiniz kimi. Sadəcə Azərbaycan gəncliyinə, yəni masadarlıq nə dərəcədə, nə deyək ki, insanlara ki, masadarlıq çox maraqlı bir peşədir əslində. Bu peşəyə gəlin. Maraqlı deməyək əslində. Hal-hazırda Azərbaycanda real bir fakt var. Ortalama qazanc səviyyəsi. Hansı ki, maraqlansalar, masadarın aylıq gəliri çoxlarından üstündür məncə. Ona görə də belə deyim, ola bilər bu işdə bu gəliri göz qabağına çıxardıb daha maraqlı eləsinlər və sonrakı vəzifələr, məsələn, masadarlıqdan sonrakı vəzifə administrator, supervisor və yaxud da menecer, yəni bu vəzifə qalxımı, bu işdə daimi olmaq onları təşviq edə bilər, amma yenə də dediyiniz kimi Azərbaycanda nə dərəcədə mümkündür? Aslında deyə bilmərəm. Mən sizə bir sual vermək istəyirəm. Qonaq qapıdan daxil olur içəri. Bəli. Və 2 nəfərdir. Bizə deyir ki, mənə 10 nəfərlik masanı verin. Və yaxud 8 nəfərlik masanı verin. Bunlara qarşı fikirləriniz nədir? Fikirlərimiz çox yaxşı fikirlərimiz var. Əslində belə deyim, biz qonağa yox deyə bilmərik. Yenə də dediyim kimi, qonaq lüks yaşamağa gəlir. Yəni əyləşim, yeməyim gəlsin, çayım gəlsin, suyum gəlsin, istədiyim yerdə oturum. Bu qonağın istəyidir, təbii ki. Sadəcə olaraq biz bəzən belə şeylərdə anlayış gözləyirik. Necə ki, hansı ki, məsələn, restoran boşluğunda təbii ki, biz buna qarışmırıq. Qonaq əyləşmək istəyir, buyurun, xoş gəlmisiniz, ürəyiniz hardan istəyir əyləşə bilərsiniz. Masaya qədər köməklik göstəririk, əyləşirlər, menyu təqdim edirik, sonra da servis davam edir. Amma bəzən olur ki, həftənin son günləri əsasən də biz vaxtlar olur. Məsələn, biz 3 nəfər qonağı çalışırıq ki, eyni saydakı masaya əyləşdirək ki, gələn qonağımız ayaq üstə qalmasın. Biz burada heç bir gəliri düşünmürük. Məsələn, 10 nəfərlik masada ola bilər ki, 10 nəfər gəlsin, sadəcə 10 stəkan çay içsin, çıxsın, getsin. Amma ola bilər ki, 4 nəfərlik masada 2 nəfər əyləşsin. Bunun hesabı daha qat-qat çox olsun. Ona görə də bizə maraqlı olan sadəcə gələn qonağın ayaq üstə qalmamağı və rahat bir yerdə əyləşməyidir. Bu qədər. Yəni biz qonaqlara buradan da onu bildirmək istəyirəm ki, yəni bizim heç bir sizinlə şəxsi bir problemimiz yoxdur. Yəni siz harda istəyirsiniz əyləşin, amma bizi də arada başa düşmək məncə lazımdır. Bir də bayaq masadarlardan danışırdıq. Masadarların əmək haqqı nə qədərdən başlamalı, nə qədər olmalıdır? Çünki ölkədə indi bir standart var da, bir-birimizi aldatmayaq. 450 manat, 500 manat, 600 manat, okey, adam çayboy olur. Hətta bir dənə də sual verəcəm bundan sonra ki, çayboyun opşkat yol olması, yoxsa tək aşinatın özünə qalması, yəni bax, bunlar bizdə hələ bir ki, hərənin öz bir sistemi var, amma bir ümumi də bir sistem olmalıdır. Ümumi də bir sistem var əslində. Yəni necə olmalıdır? Birinci sualamı, ikinci sualamı birbaşa. Birdən başda gedək ki. Belə deyək, masadarın əmək haqqısı işlədiyi restorana, işlədiyi, belə deyim, işin
ciddiyyətinə həm bayaq qeyd etdiyim hansı ki, Amerikan servisi, İngilis servisi, fine dining servis o işlədiyi yerlərə görə dəyişir. Təbii ki, fine dining servisinə bistro restoranında işləyən şəxslər eyni maaşı ala bilməz. Çünki bistro restoranında işləyən masadarların iş təcrübəsi o qədər də güclü tələb olunmur. Sadəcə gəlirsən, ola bilər müəyyən bir biliyin var, sənə bəzi şeylər öyrənilir, sonra restoranda işləməyə davam edirsən. Amma fine dining servisdə isə sən bütün servisləri bilməlisən. Hansı ki, qonaq gəlib, məsələn, əyləşir, çaxır, içir, şərab içir, şərabın servisini sən bilməlisən. Şərab necə qonağa təqdim olunur, kimdən necə açılmalıdır, necə süzülməlidir, kim birinci dadmalıdır, kim okey verməlidir. Bunların hamısını həmin o masadar bilməlidir. Təbii ki, az bilənlə çox bilənin maaşı arasında fərq olur. Az bilirsənsə, az alacaqsan, çox bilirsənsə, məncə çox alacaqsan. Yəni bu məncə belə. Standart nə qədər olmalı? Pul, manatla. Pul mənə görə 1000 manat olmalıdır. Amma təbii ki, elə deyil. Yəni ortalama bir masadarın gəliri 1000-1100 manat arasında hal-hazırda dəyişir. Bu standart masadarlara aiddir. Yüksək səviyyədə işlədiyimiz, hansı ki, dediyimiz o fine dining servisdə işləyənlər isə gəliri özlərinə qismət məncə yaxşı olur. Sizə bir sual da verim o zaman. Siz özünüz hansısa bir restorana qonaq gedərkən yaranan problemi necə qarşılayırsınız? Yaranan problemi mən çox səbirlə qarşılamağa çalışıram. Çalışıram və qarşılayıram ilk növbədə. Amma həll olunmaq tezliyinə fikir verirəm. Çünki ən azından fikirləşirəm ki, mənim restoranımda gələn qonağı axı mən bu tezliklə yola sala bilirəmsə, xoş yola sala bilirəmsə, demək ki, burada da bu ola bilər. Hətta bu yaxınlarda başıma gələn bir şey də var idi. Restoranda əyləşdik yemək yeməyə. Yeməyin içərisindən ilk öncə tük çıxdı. Düyü var idi yeməkdə. Belə dartdıq, buzunluqda tüküydü. Saç qara tüküydü. Restoran administratoru yaxınlaşıb mənə bildirdi ki, bizim aşpazların hər biri sarışındır. İstəyirsə çağırın baxın. Mən belə baxdım, dedim yox, yormağa ehtiyac yoxdur, hesabı gətirin biz duraq çıxaq gedək. Sizcə mən bir də ora qaydaram? Yox, təbii ki də. Təbii ki. Yəni ona görə də istəyirik ki, özümüz necə qonaqları yola salırıqsa, onlar da o cür. Yəni məncə bir yemək yəni o qədər də böyük bir şey deyil də, yəni qonağı razı salmaq lazımdır. Hətta fikirləşirlər ki, bilərəkdən biri var üstündə ola, deyərsən ki, hə də insandır. Fikirləşsən belə sən onu biruzə verməməlisən. Yanında dartıram, saç çıxır, deyir ki, deyirəm, hə, yaxşı, bağışla, mən şey eləmişəm. Əslində tük ən böyük problemlərdən biridir. Yəni bundan heç kim sığortalanmayıb da. Yəni tük ola bilər, o nə bilər. Amma bunu qarşılamaq qaydası var da. Təbii ki, məndən də düşə bilər, səndən də düşə bilər, aşpazdan da düşə bilər, onu gətirən qarşılanan köməkçisindən də düşə bilər. Amma yəni bunu xoş qarşılamaq məsələsi var ki, yəni o müştərini sən itirməyəsən. Ona görə də professional, çox üzr istəyirəm, sözü kəsirəm. Ona görə də professional heyətlə işləmək bütün restoran, yəni sahibkarlarına yəni məsləhətdir. Ancaq prosta o professional heyəti də tapmaq Azərbaycanda belə çox müşkül bir məsələdir. Onu o halda yığa bilər ki, restoran sıfırdan açılanda komandanı seçib əliyib yığırsan, tam istədiyin komandadır. Prosta bəzi restoranlar Azərbaycanda o komandanı yığır, hər şey standart, əla, komanda dəyişir. Ya zalda, ya mətbəxdə. Yəni bu proseduru tam biz apara bilmirik deyə, ona görə məsəl üçün bu dəqiqə Azərbaycanda keyfiyyətli işçi problemi var. Yoxdur. Hamı istəyir işçi, bizim mətbəxdə də, barda da, qarson da, yəni keyfiyyətli işçi tapa bilmirik. İşçi çoxdur, amma keyfiyyət çox aşağı səviyyədə. Yəni adamla danışırsan, deyir məsələn 20 il stajım var, bu işi bacarıram, bilirəm. Adam gəlir baxırsan ki, ümumiyyət əlaqəsi yoxdur. Danışıq var, hərəkət yoxdur. Yoxdur. Yəni danışıq var, hərəkət yoxdur. Yəni əsas problemlərin çoxu da o komandalaşa bilmirik. Məsəl üçün komanda deyəndə hər kəs idarə etmə olan bir şəxsin özünün komandası olmalıdır. Amma Azərbaycanda məsəl üçün belə deyək, siz almayacaqsınız, komanda, zbor komanda yoxdur. Yəni mən inanıram ki də bu 99% insanda belki konkret olaraq öz komandası yoxdur. Çünki o komanda səndə olsa belə o komanda özünü hər yerə apara bilmirsən. Bəli, razıyam bu mövzuyla. Belə deyim, komanda hal-hazırda əslində belə deyim də sizə, bəzi şəxslər var, mən bildiyim qədərilə, hansısa ki, yeni bir restoran açılır, ora bütün heyəti yığır. Təbii ki, bu onun öz komandası deyil, sadəcə olaraq tapır, yığır, gətirir, bir komanda kimi təhvil verir.
Yəni işə başlayırsan. Onun əslində belə deyim, komandanın tam gəlib iş sənə təqdim etməsi üçün müəyyən bir müddət lazımdır mənə görə. Sıfırdan gəlib hər şey əladır, okey. Təbii ki, buradan bir nəfər ayrıla bilər. Yerinə gələn nə qədər bu komandaya uyğun olacaq, o şey sual altındadır. Amma eyni vaxtda durub komandanı sıfırdan dəyişmək, məsələn, bu əsasən mətbəx şeflərində olur, mən bildiyim qədərilə. Mətbəx şefini çıxardırsan və mətbəx şefi özü ilə bərabər 7 işçisini aparır. Bu bilir ki, çünki özünə arxayındır, əlinin sənəti var, gedəcək başqa bir restoranda iş tapacaq və getdiyi restoranda qanun qoyacaq ki, mən öz işçilərimlə gələcəm. Bu var, amma ona risk edən sahibkar biraz müəmmalıdır ki, niyə o risk edirsən? Eyni vaxtda bütün komandanı ayırırsan, menyu təbii ki, məsələn, aşpaza doğramanı öyrədə bilməzsən, bişirməni öyrədə bilməzsən, amma bu menyu hər yerdə fərqli-fərqlidir. Sezar salatının sosunun belə hər bir cürü. Yəni bu belə deyim də, sıfırdan nəyisə eləmək riskdir. Yəni sıfırdan restoran açarsan, okey, bu problem deyil. Bunu hamı başa düşər. Bu müəyyən göz alınmış bir riskdir. Amma iş getdiyi yerdə hər şey əladır, bütün qonaqlar razıdır. Hər hansısa bir konflikt ucbatından şeflə ayrılırsan, şef bütün komandasını aparır, sən qalırsan pis vəziyyətdə. Bu biraz çox. Əslində o da bir maraqlı bir mövzudur. Bilsən, bir restoran açanda bir vaxt keçirdi. Yəni ən az 2 ay, 3 ay bir insanlar şefi tanıyırsan öncə, zal heyətini tanıyırsan, insanlarla tanış olursan, vaxt keçirdirsən, adamın biliklərini maraqlanırsan və onunla yola çıxırsan. O sonra 1 ay, 2 ay sonra nə yaşanır bu restoranlarda və mən çox şahid olmuşam. Yəni restoran açıldı, hər şey ideal, mükəmməl, amma 1-2 ay sonra bütün falan yerdə komanda şef gedib. Niyə? Gedib də yəni. Və komandasına götür. Ondan sonra restoran bir də o vibe-a qayıdan bir. O istədiyi balansı pozur, bir də balansa qayıdan bir. Ora 100 dənə şef də getsə, 100 dənə menecer də getsə, 100-də 1 restoran ola bilər ki, təzədən eyni vəziyyətə qayıtsın. O da çətin məsələdir. Yəni bunu dəfələrlə şahid olmuşam ki, Fərdi bəy, işdə başınıza gələn ən maraqlı hadisə ya da ən belə gərgin bir mövzu. Ən gərgin günümü danışmaq istəyirəm, deyərəm. Belə deyim, həftə içi günlərdən biri idi. Sakit, yəni bir neçə səhər yeməyi, çox qısırlı sayda personal, yəni mətbəxdə 2 nəfər, zalda 2-3 nəfər, belə barda 2 nəfər, belə gedirdik. Birdən-birə zəlzələ oldu. Keçən il idi, səhv eləmirəmsə, zəlzələ oldu və mən işlədiyim ərazidə çox güclü hiss olunmuşdu. Bir anda qapıdan baxdım ki, belə axın gəlir. Yəqin fikirləşdim, başqa yerə gedirlər, nəm imtahan var, nəsə orada var idi elə bir şeylər. Bir anda hamı içəriyə girdi, hamı. 3 mərtəbə restoranın normalda müəyyən saatda 2 mərtəbəsi işləyir, ondan sonra 3-cü mərtəbəsi məcbur qaldıq heç kimi geri qaytarmayaq deyə 3 mərtəbəsinin 3-ündə eyni vaxtda işləməyə başladıq. Ən yaxın personalı, yəni təbii ki, zəng elədik, köməyə çağırdıq. O gələnə qədər, yuxudan ayılana qədər səhər saatları idi. Müəyyən bir vaxt keçdi, amma həmin günün gərginliyini mən hələ də danışdıqca üstündə hiss eləyirəm. Çox gərgin idi və qonaqlar Zəlzələdə obyekt siz necə idi? Həftə içi idi. Normalda insanlar işdə olmalıdır. Bu qədər insan ola bilməz eyni vaxtda evdə olsunlar. Ya biz zəlzələni işdən deyib ki, duraq gedək zavtrak edək. Bu cür olmuşdu. Orada zəlzələ olmuş. Həqiqətən bu cür olmuşdu. 8 nəfər, 6 nəfər, 7 nəfər, sadəcə şoka düşmüşdük də, yəni. Restoranda demək olar ki, heç nə qalmamışdı. Az qalmışdı, qapını bağlayaq ki, xahiş edirəm, çıxın gedin, amma yenə də çox şükür ki, yaxşı qurtarmışdıq həmin günü. Bir qonaq sağ olsun, ürək sözlərini şəxsən mənə bildirmişdi. Amma eyb yox. Başa düşürəm, aclıq, zəlzələnin stresi, hamısı var idi. Amma belə yola verə bilmişdik, şükür Allah. Həmin gün ürəyinizdə düşündünüzmü? Mən bu sənətə kaş gəlməzdim. Yox, həmin gün fikirləşdim ki, kaş ki başqa ərazidə işləyərdim. Çünki o ərazidən başqa heç yerdə zəlzələ olmamışdı. Yəni kimi yığırdım, deyir qardaş, nə zəlzələ, heç nə yoxdur burada. Bir dənə həmin ərazidə idi. Fikirləşdim ki, kaş ki başqa ərazidə işləyərdim. Amma buna da şükür yola verdik. Altından çıxa bilməyəcəyimiz məncə bir şey yoxdur. Təbii ki, işləyək, komanda olaq. Bəli, əlbəttə ki, sadəcə qonaqlardan istədiyimiz şey biraz səbirdir, biraz bizi başa düşməyinizdir. Qalan vallahi hər bir şey sizin üçün eləməyə çalışırıq. Ola bilər, bəli, siz təbii ki, pul xərcləyirsiniz. Siz onun qarşılığını bizdən gözləməkdə haqlısınız. Biz də əlimizdən gəldiyimiz qədər sizə maksimum dərəcədə yüksək xidmət
və yüksək keyfiyyət istəyirik təqdim edək. Başqa işimiz yoxdur bizim. İşimiz bundan ibarətdir və biz bu sahədə işləyirik. Anlayışlı olaq. Bəli. Zəhmət olmaz. Hər bəy çox sağ olun. Çox sağ olun. Minnətdarıq gəldiniz bizimlə bu restoran sirlərini bölüşdünüz. Belə deyim, siz sağ olun həqiqətən dəvət elədiyinizə görə. Bu belə deyim, veriliş birinci bölümün fraqmenti gedəndə belə bir anda demişdim ki, həqiqətən nəhayət ki, çoxunun istəyib amma eləmədiyi bir şeyi bir nəfər, iki nəfər axır ki elədi. Biz istədik və elədik. Bəli, yəni qeyri-səmimi söhbətlərdənsə həqiqətən bu işin back office-ini kimlərəsə göstərməyə çalışan insanlar var. Yəni bu gün burada olduğuma görə həqiqətən belə çox şadam. Çox sağ olun, biz də çox şadıq. Sağ olun, təşəkkürlər. Tanıdığıma görə də çox sevindim. Hər birinizə təşəkkür edirəm. Mənə əziyyət çəkdiniz, sağladınız. Bu qədər. Təşəkkür edirəm. Təşəkkürlər. Siz masa arxasına baxdınız. Bizi izləməyi unutmayın. Sizin də öz fikirlərinizi bizlə kommentariyalarda bölüşə bilərsiniz. Canlı yayımıza qoşula bilərsiniz. Canlı yayım vasitəsilə bizə suallarınızı ünvanlaya bilərsiniz. Belə isti-isti biz də o sualları qonaqlarımıza ünvanlayarıq. Sağ olun, salamat qalın. Sağ olun. Belə restoranlardan danışmışkən istəyirəm sizə bizim sponsorumuz Globus haqqında qısa bir məlumat verim. Globus kafe və restoran biznesləri üçün nəzərdə tutulmuş bulud əsaslı POS sistemidir. Hazırda ölkəmizdəki 1600-dən çox restoran və kafe rahatlığına görə Globusdan istifadə edir. Yalnız bizim ölkəmizdə deyil, Özbəkistan və Türkiyədə kifayət qədər aktiv müştəriləri mövcuddur. Sifarişləri izləməkdən tutmuş, ambar və maliyyəni idarə etməyə qədər bütün lazım funksiyalallıqları Globusda tapa bilərsiniz. Son olaraq da onu demək istəyirəm ki, bizim izləyicilərimizdən Globusa qoşulmaq istəyən hər kəs bizim adımızdan gedərsə 10% endirim qazanacaq. Sağ olun, təşəkkürlər.